Yüksək təzyiqi olan insanlar, təzyiqinə son qoya bilməyən insanlar, hər gün 5 dənə, 6 dənə dərman içənlər, gündə 3-4 dənə dərman içənlər, hər gün təzyiqi yüksəksənə 200-ə qalxır cəmaatın. Çox insanlarda da, yəni tanış-tunuşumuzda var, qohum-əqrabamızda var, yaxınlarımızda, baba-nənələrimizdə var. Baxın, hər gün mən bunu deyirəm, qışqıra-qışqıra deyirəm, haykıra-haykıra deyirəm. İçin antilipid çayı, aptekdə olmur. Bu 40 paketdir, elə bir baha qiyməti də yoxdur. Canından önəmli deyil ki, al, iç, sağal da bunu. Sənin bütün damarlarını təmizləyir, kapilyarlarını açır. Antilipid, adından da bəlli olduğu kimi, qanında olan zərərli xolesterini, lipidləri, yağ və yağ birləşmələrini təmizləyir. Həmçinin bağırsaq divarlarını da təmizləyir. Bağırsaq təmizlənəndən sonra, bağırsaq düzgün işləyəndən sonra damar da tutulmayacaq. Başa düşürsünüz? Alın, için. Heç olmasa 6 aydan bir antilipidi içsin təzyiq xəstəsi ki, onda təzyiq problemi olmasın.